Xoş gördük, hörmətli balıq rəskarları. Mən sizə bugün sadə üsulla qarğı yığmağın yolunu öyrətəcəm. Yəni bu qarğı yığmağı hamımız bilirik. İntihası qarğını tez-tez məsələn çaya gedəndə sökürük, dənizə gedəndə sökürük. Yəni bir qarğıdan çox yerdə istifadə eləmək qaydasını öyrətəcəm sizə. Deməli, nə edirik? İpimizə 2 dənə mağazində satılan düyündən atırıq. Gördüyünüz kimi bu mağazində satılan düyündən 2 dənə atırıq. Düyünlərin arasına gördüyünüz kimi bu sancağı da satılır mağazində. 2 düyünün arasına bir sancaq atırıq. Sancağımızı əlavə edirik. Belə. Yəni şarımıza uyğun daşımızı əlavə edirik. İpin ucuna. Daşdan sonra ipin başına bir dənə də belə mağazində satılan sancaqdan əlavə edirik. Bir, iki, üç, dörd, beş, altı, yedi, 8. 8 dəfə fırladırıq. Sonra ipin başını ipin öz halqasından keçirib dartırıq. Əlavəmizi kəsirik. Deməli, nə edirik? Yəni açıq yer olanda, yəni qamışsız yer olanda 2 dənə qarmaq keçirmək istəsəniz, yəni belə 3 bucaq bir halqalı şeydir. Bu da mağazində satılır. 2 dənə qırmaq əlavə edirik. Buna birini qısa eləyin, birini biraz uzun. 10 santi 5 santi oldu bəsdir. 6-7 santi də olar qısası, böyüyü 10 santi olsun. Çox uzun da lazımdır. Bunu əlavə edirik sancağımızın başına. Bağladıq. Bu halqaların arasındakı sancağa da yəni ürəyiniz istəyən şardan əlavə eləyə bilərsiniz. Bundan məsəl ki uzun, bu həssas şardır. Yaxşı olar ki bundan istifadə edin. Orta sancağımıza da bunu atırıq. Bu gedib gələn şar. O 2 dənə düyünün arasında işlək qalacaq. Bax, belə bir şey alındı. Yəni bu sancaqları atmağımda məqsəd nədir? Gördük, qamışlı yerdir. Çox vaxt incidir adam 2 dənə qarmaq. Bunu çıxarırıq. Hazır yanımızda gəzdirən bir dənə tək qarmaq əlavə edirik. Bax, belə bir şey. Yəni incitməsin. Qamışlı yerdə birinə balıq düşür, görürsən hər kəsin başına gəlib. O birisi qarmaq ilişir qamışa, qalanımızı qaçırırıq. Məsəl üçün gedirik durna balığına. Durna balığı da bilirsiniz ki 3 dənəli qarmaq lazımdır.
yekə şar lazımdır. Bu sancağımızı yani qarğımızı dağıtmırıq. Sancağımızı çıxarırıq. Şarımızı sancaqdan çıxarıb əlavə böyük şar əlavə edirik. Gördüyünüz kimi baxın. Buradan da qarmağımızı çıxarırıq. Yəni qarğıya heç bir zərər toxunmur. Bu da trosdur. Mağazində satılan trosdan. Atırıq qarmağın başına, sancağın başına. Bunun da başına 3 dənəli qarmağımızı. Baxın. Bu da oldu. Durna balığı için. Gördünüz, şarımız, daşımız biraz yüngüldür. Əlavə daş da ata bilərsiniz. Belə daşlar da var, halqalı daşlar. Sancağı açıb sancağa əlavə edirik. Bu da bizim əlavə daşımız. Yəni bu şara görə bu daş ola bilsin, balaca olsun. İstədiyimiz ölçüdə bir daş əlavə edirik. Bu da bizim durna balığı için. Sonra tutaq ki spinning kimi deyirik də, spinning kimi istifadə eləmək istəyirik. Həmçinin bu şarı çıxarırıq buradan. Üç dənəli qarmağımızı da çıxarırıq. Daş qalsın. Daş uzağa getmək üçün biraz daş qalsın. Qarmaqlarımızı istədiyiniz ölçüdə qarmaq düzəltirsiniz. İndi mən bunu düzəltmişəm, ona görə bunu taxıram. Məsəl ki, biraz iti gedən su olanda yüngül daşı aparır. Əlavə daş əlavə edirik bu formada. Atırıq. Bu da bizim spinning kimi istifadə edilir. Qarmağa heç bir xətər toxunmadı. Yəni istədiyiniz vaxt bunları çıxarırıq. Qarmağımızı taxırıq. Yəni istədiyiniz şar əlavə eləyə bilərsiniz. Kimə hansı rahatdır onu. Buyurun. Bu da bizim gölçün. Bax belə. Çox şadam ki, mən də bir sizə nəsə öyrətdim. Bundan yararlansanız mən də şad olaram. Diqqətinizə görə çox sağ olun. Bir də sizdən xahişim budur ki, xoşagəlməz vasitələrlə, tok vasitəsilə, dərman vasitəsilə balıq tutmağı sizdən artıq dərəcədə xahiş edirəm. Balıqları məhv eləməyək. 10 dənə balığa görə yüzlərlə, minlərlə xırda balığı məhv eləməyək. Qarğına gedək, balığımızı tutaq. Allah hamınıza balıq yetirsin. Çox sağ olun.